Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Vətənə! Allah! Allah! Axşamınız xeyir olsun. ATV Xəbərin saat 18 buraxılışını təqdim edirik. Studiyada Samirə Mustafayevadır. Rusiya məhsul ixracı son 5 ayda 5 dəfə artıb. Rusiyalı mütəxəssislər məhz bizim istixanalarımızda nəyi yoxlayır? Bax, bu barədə məlumatınız olacaq. Məşhur zili xalçalar, Avropanı heyran eləyən xalçanın şöhrətini necə qaytara bilərik? Bayram günlərində hava necə olacaq? Bundan da xəbəriniz olacaq və yol polisinin xəbərdarlığının hava ilə nə əlaqəsi var? Bunun da məlumatınız olacaq. Prezident İlham Əliyev məhkum edilən bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın artıq icrasına başlanılıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 137 nəfər, islah işləri cəzasına məhkum edilən 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilən 5 nəfər cəzadan azad ediliblər. Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var. Onların hər biri sevincli idi. İllərdir dəmir barmaqlıqlar arasında azad olunacağı günü gözləyənlər arzularına yetişdilər. Ölkə prezidentinin martın 17-sində imzaladığı əfv sərəncamının icrası ilk növbədə 2 saylı cəza çəkmə müəssisəsində icra olundu. Buradan ümumilikdə 16 nəfər azadlığa qovuşdu. 4 il iş almışdım. 2 il 3 ay müddət buradayam. 1 il 9 ay əfv elədilər. Təşəkkür edirəm prezidentimizə. Çox minnətdaram. 2 il 1 ay 7 gün. Burada oldum. Cəza çəkdiyim müddət ərzində, yəni düşündüm, daşındım, öz səhvimi başa düşdüm. Hamı bu cinayətdən, törətdiyi cinayət əməllərindən, ondan sonra həmin cinayətdən uzaq olsunlar. Bugünkü günü prezidentimiz heç bir kəsin, heç bir maneənin ətrafında baxmadan hər kəsi eyni gözlə görüb Azərbaycan xalqını yaxşı yola dəvət edib bizi əfv edir. Mən ona böyük təşəkkür edirəm, minnətdaram. Penitensiar xidmətin 9 və 17 saylı cəza çəkmə müəssisələrindən isə ümumilikdə 6 nəfər azadlığa çıxdı. Biz bunu gözləmirdik, mən inanmırdım. Axşam zəng gəldi, gözünə inanmırdım. Sonra iki də yəni təzədən zəngləşdirdi, gördüm, həqiqətən inandım ki, sağ olsun bizim prezidentimiz. Yəni bizim uşağımız da indi Allah hamıca çəkənlərə yolu açsın. Prezidentimizə can sağlığı, uzun ömür, Allah Teala'dan ona can sağlığı versin, ailəsində bir yerdəki büyükün də bizim bu cemaat döndürdü. Özümü pis hiss edirəm. Sevindiyimdən. Allah dövlətimizin canını sağ eləsin. Allah prezidentimizin canını sağ eləsin, nəsb edir. Qeyd edək ki, bu 1995-ci ildən bəri imzalanan 61-ci sərəncamdır. Bu sərəncamlarla indiyədək 6480 nəfərdən çox məhkum azadlığa çıxıb. Əfv olunmuş şəxslər tərəfindən təkrar cinayət hadisəsinin, qərəzli cinayət hadisəsinin törətmə halları nadir hallarda baş verir. Biz istər-istəməz xidmətlə bağlı rastlaşırıq. Ona görə düşünürəm ki, bu günlər əfv olunanlar prezidentimiz tərəfindən onlara edilmiş bu humanist addımdan düzgün qiymət çıxardarlar. Qeyd edək ki, ölkə başçısının imzaladığı əfv sərəncamı ümumilikdə 148 məhkuma şamil olunub. Əhməd Məmmədov, Ramin İsmailov, ATV Xəbər. Rusiyaya məhsul ixracı son ayda 5 dəfə artıb. Bu barədə danışan Kənd Təsərrüfatı naziri Heydər Əsədov tütün və pambıq istehsalının hədəflərini də açıqlayır. Ölkədə pambıq və tütünün istehsalı artırılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Pambıq istehsalını, həm əkin sahəsini, həm istehsalın həcmini ən azından 80, yaxşı halda isə 100% artırmağı planlaşdırırıq və bu artıq bir neçə günün əkinin nəticəsində biz bu qənaətə gəlirik ki, bu yəqin ki, bu niyyətimizə nail olacaq. Eyni məqsəd, eyni hədəflər tütündə də var. Həm istehsalın həcmini, həm əkin sahəsini 2 dəfəyə artır olmağını planlaşdırırıq. Heydər Əsədov həmçinin bildirdi ki, Rusiya ixracımız son ayda 5 dəfəyə yaxın artıb. Bu məqsədlə də Rusiyadan gələn nümayəndə heyəti paytaxt və bölgələrdə olan istixanalarda olaraq şəraitlə tanış olublar. 4 günə yaxındır buradadılar və 5 nəfər heyət
burada bizim istixanalarda oldular. Onlar bizim demək olar 50-yə yaxın istixanada oldular. Xaçmazda və digər regionlarda oldular. Və bugün yəqin ki, məndə olan məlumata görə onlar öz səfərini yekunlaşdırmaq üzrədir. Bugünə qədər verilən məlumata görə onlar yəni elə bir ciddi bir nöqsana rast gəlməyiblər və onların siz bilirsiniz əsas bura gəlməyin niyyəti ondan ibarət ki, son ayda bizim Rusiyaya ixracımız 4-5 dəfə artıb. Biz bunun təbiiliyini onlara sübut eləməliydik. Son vaxtlar Rusiyaya ixracda pomidor üstünlük təşkil edir. Kərəm Ələsgərov, Atababa Vəliyev, Əsmər Nəcməddin qızı, ATV Xəbər. Əmlak məsələləri Dövlət Komitəsinin birbaşa yerlərdə keçirdiyi kütləvi çıxarış kampaniyası növbəti dəfə Xaçmazın Yeni Həyat qəsəbəsində baş tutub. Kampaniya zamanı 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. 150-yədək sakinə onların fərdi həyət evi və torpaq sahələrinə, o cümlədən pay torpaqları vaxtilə kolxoz və savxozlar tərəfindən verilən torpaqlara dair dövlət reyestrindən çıxarışlar və texniki pasportlar təqdim olunub. Kampaniya zamanı 100-ə yaxın sakindən isə ilkin mülkiyyət sənədləri çıxarışlarla əvəz olunması məqsədilə qəbul edilib. Qeyd ki, indiyə kimi 7000-dən çox vətəndaş kampaniyadan faydalana bilib. Ümumilikdə mobil ofis xidmətləri vasitəsilə 88 mindən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Bugün keçirilən kampaniya çərçivəsində vətəndaşlarımıza çıxarışlarla yanaşı onların əmlaklarının texniki parametrlərini müəyyən edən texniki pasportlara təqdim olunur. Daşınmaz əmlak sahibləri, o cümlədən vətəndaşlarımıza, hüquqi və fiziki şəxslərə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin regional ofislərində, yəni ərazi idarələrində hüquqi məsləhət xidmətləri yaradılıb. Məşhur zili xalçaları Avropaya qədər səsi sorağı gedib çıxan bax bu xalçalar niyə unudulub? Qazaxlı xalçaçılar problemlərdən danışır. Sovet dövründə gəlirli sahələrdən hesab olunan Qazax xalçaçılığı bugün durğunluq dövrünü yaşayır. Adı vaxtilə Qarabağ, Quba, Şirvan xalçaçılığı ilə birgə çəkilən Qazax xalçalarının ən məşhur nümunələrindən biri xovsuz xalça növündən olan zili xalçalarıdır. Quba, Şirvan xalçasından fərqi odur ki, Qazax xalçalarının xovu hündür olur. Daha doğrusu buna Dədəbaba dilində deyirlər ətli xalçalar. Ona görə ki, bu xalçalar ən çox yerə salınır. 1964-cü ildə rayonda fəaliyyətə başlayan zili xalça fabrikində istehsal edilən xalçalar da xarici ölkələrdə kifayət qədər məşhurdur. 600 nəfərin çalışdığı müəssisənin Tovuz, Ağstafa, Şəmkirdə də sexləri olub. Lap son dövrlər götürəndə 90-cı ildən 2001-ə kimi hər ay 100, 120, 110 kvadrat metr. Müəssisə bağlansa da fabrikin işini bərpa etmək istəyində olan xalçaçı Vəzifə xanım Qazax Naxış Xalçaçılıq Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb. Amma bəzi problemlər hələ də qalmaqdadır. Mən xam malı İrandan alırıq. Bu bizə çox baha başa gəlir. Xalçaları kəsiləndən sonra aparıb Bakıda abrabotqa elətdirirəm. Mən istəyirəm xalçaları burada, ipimiz də burada boyansın. Xalçalarımız da burada yuyulsun. Bunlar yüksək dərəcədə baha başa gələn əməliyyatlardır. Bax, bu xalçanın yuyuluşuna biz 400 manata kimi pul veririk. Yəni özümüzdə olsa, bu özümüzdə müəssisə olsa, məsələn gedər gətirər. Bu gəbəmiz satılır, geç satılır. Yəni bu gəbəmiz gedirdi, xaricdə satılırdı. Zililər 18-19-cu əsrin əvvəllərində Avropa və Rusiyaya ixrac olunurdu. Zili xalçalarının ən xarakterik xüsusiyyəti heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Bu sənətin belə zəifləməyinin səbəbkarı bunun pulunun maaşının az olmağıdır. İşinin çətinliyidir, ağır işdir, çətin işdir, zehni işdir, amma pulu az işdir. Xalçaçılar deyir ki, əgər sadalanan problemlərin həllində köməklik olarsa, onlar zili xalçalarının əvvəlki şöhrətini yenidən qaytara bilərlər. Bu xalçalara rəsmin plastiki çevikliyi və emosional ifadə səciyyəvidir. Zili quşların təsir edici üslublaşdırılmış təsvirləri, buta elementi və s. ilə zəngindir. Zilidə sahənin mümkün rəsmlərlə doldurulması tendensiyası xasdır. Əminə Rəhimova, Gündüz Şahvəladov, Mirislam Əhmədoğlu, Aytən Əhmədova, ATV Xəbər, Qazax. Qəbələnin Qəmərvan kəndinə mavi yanacaq verilib və bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 337 abonenti olan kəndin qazlaşdırılması üçün bir pilləli sistem əsasında müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Kəndə mavi yanacağın verilməsinin rəmzi olan məşəl də alovlandırılıb və onu da qeyd eləyək ki, rayon mərkəzindən uzaq olan qəsəbəyə indiyə qədər təbii qaz verilməyib. Kənd sakinləri odundan və digər yanacaq növlərindən bu vaxta kimi istifadə ediblərmiş.
Daşkəsəndə keçirilən Novruz şənliyində isə çox maraqlı anlar yaşanıb. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ringə çıxıb. Gəlin görüntüləri şərhsiz izləyək. Açıq şəkildə yox. Nə deyirik ki, oyunçu aparsın. Novruz bayramı ilə əlaqədar martın 18-dən etibarən ölkənin magistral yollarında hərəkətin bir qədər intensivləşəcəyi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə sürücülər nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər. Diqqətli olmalı, xüsusilə də sürət həddinin yuxarı olduğu magistrallarda qaydalara ciddi riayət etməlidirlər və həmçinin ölkədə hava şəraitinin tez-tez dəyişməsi, yağış yağmasını nəzərə alaraq sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlasınlar. Martın 19-u 28-i günlərində yol polisi daha da gücləndirilmiş bir rejimə keçəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, mülayim cənub-qərb küləyi bir qədər gündüz arabir güclənməlidir. Rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Martın 20-si gündüzdən 21-i günün ikinci yarısına dək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir və bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 21-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı inəcək. Bax, belə hörmətli və dəyərli izləyicilərimiz, ATV Xəbərin saat 18 buraxılışını təqdim etdik. Studiyada Samira Mustafayeva idi. Növbəti buraxılışım saat 21-də həmkarım Lalə Azərtaşın təqdimatında efirdə olacaq. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın, bayramınızda mübarək olsun.